Əziz və dəyərli müsəlmanlar, Allahın salamı, rəhməti, bərəkəti hər birinizin üzərinə olsun. Allahın izni ilə bu dəvəcə çatdıracağımız mövzu məzhəbçiliyin İslam dininə vurduğu fəsadlar haqqında olacaq. İslam dininin məqsədi hər zaman insanların bir araya gələrək mehriban bir şəkildə yaşamağıdır. Və İslam dinin qayəsi də budur. Birlik və bərabərlik və hər zaman, heç bir zaman insanlar arasında ayrı-seçkilik edərək mən üstünəm demək İslam dini tam qəti qadağan edir. Bəzən bizim hər birimizin qarşısına çox çıxır məzhəbçilik və məzhəb. Bunlar ikisi tam fərqli bir şeylərdir. Məzhəb hansısa bir yol deməkdir. Yəni bir alimin bugünkü günə baxdığımızda hər bir şəxs buna bir məhkumdur belə desək. Niyə? Çünki hər birimiz bir alimin izah etdiyi hədislərə, İmam Buxari rəhmətullahi olsun, İmam Müslim olsun, hər birinin bir alimin izahları, əlində araşdırmaqları nəticəsi olaraq biz oxuyuruq. Çünki bizim hədis elmimiz bir elə yüksək olmadığından dolayı, bizim fiqh elmimiz bir elə yüksək olmadığından dolayı, yüksək olan bir alimlərin elmi, araşdırmalarının nəticəsini oxuyuruq. Amma heç bir zaman bu alimlər mənim yolum düzdür, bu yolla gedin, mən sizi cənnətə aparacağım deyə bir şey deməmişdir. Və bunları deyən şəxslər də İslam dininə ən fitnəkar şəxslərdir ki, İslam dinini böldü və parçaladı. Məzhəbçilik isə tam fərqli bir şeydir. Məzhəbçilik nədir? Mən yolum düzdür, mənim şeyxim düzdür və bizim şeyximizin dediyinə kim deyir, cənnətə gedəcək. Və yaxud da hansısa bir yanlış bir şeyx önə çıxaraq mənim arxamca gəlin, mən sizi cənnət aparacam. Şeyxin əl sürtməsi ilə sizin günahlarınız bağışlanacaq. Bu məzhəbçiliyin İslam dini tam qəti qadağasıdır. İslam dini heç bir zaman bu məzhəbçiliyə düşməyə bizdən istəmir. Hər zaman sağlam Allah subhanahu wa ta'ala düşünən bir ağıl olmağını istəyir İslam dini. Bu məzhəbçiliyin ortaya çıxma səbəblərinə biz baxdığımızda İslam dinində iktirəli yaratmaq. Yəni insanları bir-birinə düşman salmaq. Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki, Allah tərəfindən açıq aydın dəlillər gəldikdən sonra bir-birinizin arasında fitnə fəsad törətmək, bir-birinizdən ayrılmayın. Allah subhanahu wa ta'ala başqa ayətdə buyurur ki, Allahın ipindən möhkəm yapışın və firqələrə ayrılmayın. Bu günlər bu firqələrin ayrılmaq səbəbi nə ortaya gəlib çıxır? Bizim elmimizi düzgün bir səviyyədə öyrənməməyimiz. Çünki bir müsəlman özünə yetəcək səviyyədə ibadət və itaat məsələni öyrənmək fərzdir. Elm öyrənmək isə bir bölgə üçün fərzdir. Bugün amma biz elm öyrənmirik, öz kitabımızı açıb oxumuruq deyə ortaya çıxan hər bir insanı dinləyirik. Həzrət Ömər radiyallahu anh'ın çox gözəl bir sözü var. Buyurur ki, əgər siz dininizi öyrənməzsinizsə, hər öyrəndiyinizi din bilərsiniz. Birinci növbədə öz dininizi gözəl bir səviyyədə öyrənin ki, insanlar sizi aldatmasınlar. Və bugün biz dinimizi öyrənmirik deyə hansısa bir firqələr, yanlış bir firqələr ortaya çıxaraq bizim iki tirənin arasını vurur. Hətta o səviyyəyə gəlib çıxır ki, bir məsciddə iki cəmaat yaranır. İmam kafirdir, onun arxasında namaz qılmırlar. Bir cəmaat başqa imamın arxasına qılır, bir cəmaat başqa imamın arxasına qılır. Biz bunun kökünə baxdığımızda bu Həzrət Əli radiyallahu anh'ın dönəminə qədər gelib çıxır. Niyə? Həzrət Əli radiyallahu anh'ın dönəmində bir hakem olay oldu. Və bundan dolayı Həzrət Əli radiyallahu anh alimlərdən, İslamın ulemalarından hakim təyin etdi. Və bir firqə ortaya çıxdı ki, dedi, biz o alimləri qəbul etmirik. Halbuki bir alimi qəbul etmək məsələsi Peyğəmbərimizin dönəmində də ortaya çıxmışdı. Çünki insanlar buna məhkum idi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin vida xutbəsində əlimizə keçən bəzi qaynaqlarda 120 min sahabənin olduğu keçir. Amma bizim elmi bizə gəlib çıxan sahabələr barmaqla sayılacaq qədərdir. Çünki bu sahabələrin bəzisi elmlə məşğul idi, bəzisi döyüşlə məşğul idi, hər kəs bir görəvin başında idi. Və İslam dinini biz baxdığımızda 11-ci əsrdə
İslam dini dünyaya elm verirdi. Dünya elmlərinin banisi İslam dini oldu 11-ci əsrdə. Çünki niyə? İslam dinində bu məzhəbçilik ortadan qalxmışdı. Necə məzhəbçilik ortadan qalxmışdı? İnsanlar hədis elmi ilə məşğul olan bir qrup var idi. Bunların işi bu idi. Fiqh, əqidə və bu elmlərlə məşğul olan bir cəmaat var idi və dünyavi elmlərlə məşğul olan da bir cəmaat var idi. Və bu cəmaatın sayəsində bugün İbn Sinalar yetişdi. Amma bu günümüz nə yetişə bilmir? Çünki bu günləri hər kəs özü haqlıdır. Hər kəs bizim məzhəb haqlıdır, bizim təriqət düz deyil, başqaları yanlışdır. Hər kəs əqidəvi məsələlərə artıq qarışır. Halbuki İslam dini bunu istəmir. İslam dini istəyir ki, bir qrup elm əhli bununla məşğul olsun, hər kəs özünə yetəcək səviyyədə elm öyrənməlidir. Amma hər kəs çıxıb elm əsq eləmək deyə bir şey yoxdur İslam dini, bunu əmr etmir bizdən. Bu işin əhli var. O işin əhli elm öyrənir, bir işin əhli tibb öyrənir, bir işin əhli coğrafiyanı öyrənir və biz baxdığımızda İspaniyanın, Əndəlüsün fəthindən sonra İslamın ən böyük alimləri oradan çıxdı və Avropaya yayıldı. Avropa o dönemdə ən cahali bir dönümdeydi. Çünki o dönemdə İslam elmləri ilə məşğul olan, furu elmlərlə dediyimiz, məşğul olan elmlərlə məşğul olan alimlər bir qrup idi. İbn Sinaların yetişməsi ilə məşğul olan alimlər bir qrup idi. İbn Cərir kimi riyaziyyat elmində üstün səviyyədə çıxan alimlərin yetişməsi ilə məşğul olan bir qrup idi. Hər kəs öz işi ilə məşğul idi. Amma bu günləri biz hər bir işin başını bırakmışıq, hamımız elmdə əsq etmək ilə məşğul olmuşuq. Elm əsq edirik və yanlış yolda olduğumuzu belə boynumuza aldırıq. Hər bir şəxs, mən elm bilirəm, mənim alimim düzdür, mənim şeyxim düzdür, mənim şeyxim məni cənnətə götürəcək. Halbuki biz dediyimizə qardaş, Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə buyurur ki, həqiqətən möminlər qardaşdılar. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də Məkkə şəhərinə, Mədinə şəhərinə gəldikdə ilk işi bu qardaşlığı qurmaq oldu. Halbuki biz baxdığımızda iki cəmaat idi. Məkkə cəmaatı və Mədinə cəmaatı. Və biz Quran-ı Kərimin ayələrinə baxdığımızda Məkkə ayələr var, bir də Mədinə ayələr var. Mədinə ayələrinə çox yerdə qarşısına çıxan mədəni ayələr gəlir. Çünki Məkkə dövründə olan insanlar, Məkkə cəmaatı çox sərt bir insan idi. Və Məkkə dövründə olan bir insanlar xarakteri, mühitinə görə idi. Amma bunlar Mədinəyə gəlib bu sərtlikləri Mədinəyə qədər gəlib çıxmışdı. Həzrəti Peyğəmbərimiz sallallahu aleyhi ve sellem nə qardı? Onları qardaş elədi. Və o qardaşlar, sən qardaşım yanlışsan demədi. Hansısa bir yanlış işi olanda onu Peyğəmbərimiz sallallahu aleyhi ve sellemə götürdülər. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem dünyasını dəyişəndən sonra aralarında bu münaqişə olanda kimə götürdülər? Abdullah ibn Abbas kimi, Abdullah ibn Mübarək kimi, Həzrət Əli kimi böyle bir sahabələr götürdülər. Niyə? Elm səviyyəsi üstün idi. Hədisə biz baxdığımızda ən çox hədis rəvayət edən Əbu Hurayra radiyallahu anh'dır. Hansısa bir hədis insanların qarşısına çıxanda insanlar nə qədər bunu Həzrəti Əbu Hurayra radiyallahu anh'dan soruşurdular. Bu işin əhli bu idi. Ona müraciət edirlər. Və ona görə də orada məzhəbçilik, təəssübkeşlik yox idi. Təəssübkeşlik başladı Həzrət Əli radiyallahu anh dönəmində. Çünki orada uləmanı qırağa atdılar. Hər kəs öz başına uyğun ayətləri əsq eləməyə başladı. Və mən bu ayəti bu cür başa düşürəm. Quran-ı Kərimin ayətləri hansı janrdan yaxınlaşsa, o janrda sən o izah edə bilərsən. Çünki Quran ayətləri o qədər mənası, ehtibası böyükdür ki, sən onu necə izah eləsən, o cürdə başa düşəcəklər. Amma biz bunu izahına və bunun başa düşülməyindən ötürü kimə müraciət eləməliyik? Allah Resulü sallallahu aleyhi ve sellemə və onun yanında olan sahabələrə və ondan sonra gələn tabiünə, ondan sonra gələn əkbər tabiünə və təbəü tabiünə. Yəni, zəncir bu şəkildə gəlir. Amma bəzən biz bunların hamısını atırıq qırağa, mən Peyğəmbərin dediyi ilə geçəcəm.
Peyğəmbərin dediyi ilə gedəcəkdirsə, Peyğəmbərin dönəmində yaşayan bir sahabə gedib Abdullah ibn Abbasdan elm öyrənməzdi. Abdullah ibn Mübarəkdən elm öyrənməzdi. Əbu Hüreyra radiyallahu anhdan elm öyrənməzdi. Peyğəmbərdən soruşar. Xeyr, soruşmur. Niyə? Çünki o işin əhli onlar idi. Elm işinə o şəxslər məşğul olurdu. Həzrəti Əbu Hüreyra radiyallahu anh deyir ki, insanlar mal, mülk dalicən gedəndə, insanlar ticarətlə məşğul olanda, mən Peyğəmbər sallallahu aleyhi ve sellem məscidinin ətrafında, Suffə deyən bir yer var. Peyğəmbərimizin məscidi ətrafında deyir. Daldalanacaq bizim dilə desək. Orada deyir, olub elm öyrənirdim. Bugün İslam dininin yüksəlmək üçün də bu lazımdır. Bir elm şəxsi olacaq və o şəxsdən elm öyrənəcək. Amma dinləyərək deyil. Mən açıb YouTube'da hansısa bir şəxsi dinlədim. O şəxs düz deyil, o yanlışdır. İslam dini tam bunu qəti qadağan edir. Çünki o şəxsin elm aldığı mənbəyi biz bilmirik. Elm aldığı yeri də biz bilmirik. Sən birinci növbədə yeganə İslam dinidir ki, bütün elmləri öyrənmək icazə verir. Amma öz əqidə sisteminin banisini qoyandan sonra sən özünün inanc əsaslarını yerinə qoyarsan, ondan sonra başqa elmləri öyrənərsən. Bu zaman biz təəssübkeşlik bizdən qalxır. Yox, biz bu günləri mən Hənəfi məzhəbiyəm və Əbu Hanifə rəhmətullahi aleyh dediyin geçsəm, amma bunun həyatını araşdırmıram. Bu şəxs görək məndən bunu istədimi? Əbu Hanifə rəhmətullahi aleyh nə dedi? Qabağınıza, önünüzə səhih hədis çıxsa, mənim görüşümdən üstündürsə, mənim görüşümü qırağa atıb, səhih hədisi götürəsiniz. Əbu Hanifə rəhmətullahi aleyhin görüşü bu idi. İmam Şafinin olsun, İmam Buxari rəhmətullahi aleyhin olsun. Ömrün İmam Buxari rəhmətullahi aleyh hədis əsqələməklə keçdi. Amma bu günləri elm öyrənmədən, bir-iki insana dinləməklə hər birimiz ortaya çıxıb mənim firqəm düzdür, mənim məzhəbim düzdür, mənim alimim düzdür və o biri kafirdir. Hətta o səviyyəyə gəlib çatıb ki, bir bölgədə yaşayan insanlar bir məscidə gələ bilmirik. Bu məscid tağutdur, o biri məscid kafirdir, o budur, bu odur, bu odur. Hər kəs günahkardır, bu qardaş cənnətlikdir. Halbuki Allah subhanahu wa ta'ala nə dedi? Allahın ipindən möhkəm yapışın və firqələrə ayrılmayın. Hətta bugün elə məzhəblər ortaya çıxır ki, buyurur ki, mənim şeyxim mənə əmr etsə ki, filankəsi öldür, mən onu edərəm. Mənim şeyxim mənə əmr etsə ki, filan ölkədə fitnə çıxart, mən edərəm. Bu insan avamcasına bu işlə məşğuldur. Və İslam dini bizdən hər zaman elm öyrənmək istəyir. Və bu elm öyrənərkən də baxacaq ki, bizim elm öyrəndiyimiz şəxsin əxlaqı yerindədir, yoxsa yox. Bu günləri bir şəxs çıxıb, mən Şafi məzhəbindəyəm deyə bilər. Biz baxacaq ki, bu insan İmam Şafi rəhmətullahi aleyhin dediyini edir, yoxsa yox. O rəhməlullah heç kimə kafir demədi, bu qardaş kafir deyir. O qardaş, o müəllim, o hocamız heç kimə kafir demədi, bu insan imamın arxasına durmur. O imam kafirdir, o imam fasikdir, o imam mürtəddir. Bir-birimizə müsəlmanlar bir-birinə demədiyi söz qalmadı. Halbuki İslam dini elm əsq edən insanlar bir qrup olmalıdır, riyaziyyat elmi bir qrup olmalıdır, tibb elmi bir qrup. Və bu zaman biz yüksəlsə tapırıq. Necə ki 11-ci əsrdə elmin ən üstünü İslam dini oldu. Və bu günlərdə biz elmdə ən yüksəyə çatmaq istəyirsə, bir elm tələbəmiz olacaq, onu elmlə məşğul olmağa çalışacaq. Bir riyaziyyətlə məşğul olan qardaşımızın riyaziyyətdə üstün pilləyə çıxmağa çalışacaq. Bir coğrafiyada və başqa elmlərdə də o kimi. Amma biz hər bir şey dinə bağlayıb, sırf sən dini öyrənməlisən deyə bizi yanlış yolla allatdılar deyə bugün biz elmdə ən savadsız bir səviyyədə qalmışıq. Və durmadan da bir-birimizi günahkar bilirik. O kafirdir, bu fasikdir. Həzrət Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur, sizin ən xeyirliniz, xeyir danışan şəxslərlə olandır. Sizin ən şərliniz isə şər böhtan işlərə bulaşan şəxslərlə oturanınızdır. Çünki bizim halımız yanımızda insanın
ətrafımızda olduğu insanın halına görədir. Ona görə dini elmləri kimdən öyrənirsə bizim həyatımıza da yansıyır. Özümüzü və evlatlarımızı ən əxlaqlı dini yaşayan kimdirsə ondan öyrənəyin. Alimdən deyil, yaşayandan öyrənəyin. Çünki Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki, özləri cəmaata əmr edirlər, amma özləri əməl etmirlər. İslam dini sahabələri baxıb dinə gəlmə səbəbi nə olur? Sahabələrin yaşantısı. 120 min sahabə dünyanın hər bir coğrafiyasına yayıldı, amma bunlar elm bilmirdi. İnsanlar onların yaşantısına baxıb dinə gəldilər. Və bu məzhəbçiliyin, bu bir-birimizi təhqir etməyin və bir-birimizə qarşı çıxmağın səbəbi də bundadır. Hər birimiz elmdən danışırıq deyə. Ona görə də elm tələbəsi bir nəfər seçib, onun arxasından getməyi bizdən İslam dini istəyir. Amma bu elm tələbəsi də əxlaqı Quran və sünnət üzrə olarsa, bu elm tələbəsi mənim şeyxim bunu deyir, mən də bunu deyirəm, mənim şeyxim əmr etsə biz dövlətə qarşı çıxacağıq, mənim şeyxim əmr etsə biz insanı öldürə bilərik, bizim imaməddin qəbul etməyin kafirdir. İslam dini bizdən bunu istəmir. Allah subhanahu wa ta'ala hər birimizi son nəfəsimizə qədər Allah subhanahu wa ta'ala'nın bizə qoyduğu, Peyğəmbər sallallahu aleyhi ve sellem bizə izah etdiyi dini yaşayıb, o üzrə dünyasını dəyişən bir qullardır.